Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Bütün dinləyicilərimizi salamlayıram. Sizinlə mənəm Sona Bunina. Bugün artıq mart ayında hər zaman olduğu kimi öz vaxtımızda yenə də sizi salamlayıram və hər birinizə uğurlu gün və ən əsas uğurlu yol arzulayıram. Çünki bizi izləyən və dinləyən əsasən dinləyicilərimiz və izləyicilərimiz adətən avtomobillərindən bizi dinləyirlər. Hər birinizə açıq yol arzulayıram. Biz bugün nədən danışacağıq? Bilirsiniz ki, 8 mart Beynəlxalq Qadınlar Gününə çox az qalıb. Buna görə də biz bu həftəmizi elə xanımlarımıza həsr etmək istədik və buna görə də biz bugün onkoginekoloqumuzla birlikdə xanımlarımızı maraqlandıran bir mövzu ətrafında danışacağıq. Əslində bugün dünya statistikası onkoloji xəstəliklər ətrafında heç də xoş xəbərlər vermir. Hətta üst deyir ki, belə deyək, 2030-cu ilə qədər və hətta ilə 2030-cu il daxil çox təhlükəli rəqəmlər səsləndirir. Deyir ki, hal-hazırda 18 milyon ümumi xərçəng statistikasında insan varsa rəqəmlərdə bu gələcəkdə 70 milyona qədər qalxacaq və bunların yarıdan çoxu ölümə səbəb olur. Təsəvvür edirsinizmi? 2030-cu ildə artıq 70 milyon insan xərçənglə yaşayacaq deyirlər. Bu az qala bir ölkə deməkdir. Bugün bizim mütəxəssisimiz, onkoginekoloqumuz, Milli Onkologiya Mərkəzinin dəyərli mütəxəssisi Könül Mərdanova studiyamızın qonağıdır və biz bu belə bir mövzu ətrafında təbii ki, dəyərli və həqiqətən də biliyinə, savadına güvəndiyimiz bir mütəxəssislə söhbət aparacağıq. Könül xanıma da təşəkkür edirəm gəldiyi üçün. Hər dəfə çox çətinliklə biz onu studiyamıza dəvət edirik. Çünki onun sahəsində olan insanlar çox, belə deyək, narahat, həm psixoloji olaraq, həm orqanizm olaraq çox narahat pasientlərdir və biz onların hər birinə Allahdan şəfa diləyirik. Və mən çox istəyirəm ki, Könül xanım öz pasientlərini növbəti müayinələrində şad xəbərlər versin hər zaman ki, müalicələrimizin nəticəsi gözəl nəticə verib və siz sağalırsınız, müsbətə doğru dəyişikliklər var. Könül xanım, xoş gəldiniz. Xoş gününüz olsun. Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Hər kəs salamlayıram. Yaxşı, yenə də qaçaqov. Gəlib çatmışıq amma. Şükürlər olsun. İnanın Allah, qınamıram həkimlərimizi bu sahədə, çünki mən özüm də dəfələrlə klinikalarda çəkilişlərdə olmuşam, doktorlarımızın necə o qaça-qaçda olduğunu, necə bir həyəcan içində olduğunu və əslində pasientlərin də bu gərginliyini qınamaq olmaz. Çünki onlar özü də narahatdır. Hər adam gəlib gözləyə bilmir, tez həkiminə çatmaq istəyir, onun məsləhətini almaq istəyir. Allah hər kəsə can sağlığı versin. Doktor, biz bugün mən istəyirəm bir qədər postmenopauzal dönəmdə olan qanamalardan danışaq. Çünki bizim xanımlarımızda, xüsusən də Azərbaycan xanımlarında təəssüflər olsun belə bir psixologiya formalaşıb ki, yaşlanandan sonra həkimə getməyin nə adı var axı? Yəni mən niyə ginekoloqa getməliyəm? Əslində yaşlı xanımlar niyə ginekoloqa getməlidir? Bugün siz deyəcəksiniz. Bir daha təşəkkür edirəm dəvətinizə görə. Buradan hər kəsin qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Bayramını təbrik edirəm. Bizim milli bayramımız Novruz bayramıdır, çərşənbələri, bayramları hamısını təbrik edirəm. Hər kəsə sağlam olmaq arzu edirəm. Bugün qanamalardan danışaq. Bəli. Reproduktiv dönəmdə olanlara da toxunaq, amma daha çox altını çizərək, qırmızı işığı yandıraraq, sos siqnalı verərək postmenopauzal qanamalardan danışaq. Nədir ümumiyyətlə postmenopauza dediyimiz dönəm? Hansı ki, bir ildə bir qadın adət görmürsə, bu deməkdir ki, o menopoz dönəmidir, ondan sonraki postmenopauzal dönəmdir. Yəni bu halda hormonlar tamamilə sönür. Hansı ki, biz klimakterik dönəm dediyimiz perimenopauzal, premenopauzal dönəmlərdən keçərək hormonların tükənməsi baş verir. Artıq yumurtalıqlar fəaliyyətini dayandırır və yumurtalıqlarda hormonlar ifraz olunmadığı üçün endometriumda da qalınlaşma baş vermir və bir qadın adət görmür. O bir il görmədiyi dönəmdən sonraki dönəmdə heç bir halda qadından heç bir miqdarda axıntı olmamalıdır. Və gündəlik həyatımızda siz gözəl bir söz dediniz ki, mən əgər adətdən kəsilmişəmsə, artıq mən niyə həkimə getməliyəm? Bu sözləri çox eşidirik. Hələ eşitdiyimiz və bizim üçün hələ də acınacaqlı gələn, bizi incidən bir söz, qanadım dedim keçər. Təzyiqim qalxdı, keçər. Bəlkə də mən bunu el arasından deyəcəm, çünki insanların dediyi sözlərdir. Təmizlənirdim, keçər. Qonşum dedi ki, məndə də arada oldu, kəsiləndən sonra keçər.
Sizin dediyiniz təzyiqim qalxdı, qandurulaşdırıcıları içdim, bir dəfə menopozdan sonra qanama gördüm dediyiniz, necə deyim, bəlkə də altında patologiya yoxdur. Amma bu sizin üçün bir işarə olmalıdır ki, həkimə getməlisiniz. Çünki bir daha altını çizərəkdən deyəcəm, bir il adətdən kəsilmiş qadın postmenopauzal dönəmdə olan qadındır və o dönəmdə heç bir halda, heç bir miqdarda qadından heç bir formada axıntı gəlməməlidir. Media Doktor davam edir. Bizim bugün söhbətimiz onkoloji məsələlərlə bağlı idi və biz doktorumuzla xatırlayırsınızsa fasilədən öncə postmenopauzal dönəmdə görünən qanamalardan danışırıq. Könül xanım dedi ki, bunu həm reproduktiv dönəmə aid edək, həm də postmenopauzal dönəmə aid edək. Çünki bu qanamaların hər biri təhlükəlidir. Amma postmenopauzaldan başladıq, çünki yaşlı xanımlar adətən ginekoloqları unudurlar və ümumiyyətlə həkimə getmək istəmirlər. Hətta bu yaşlarda olan qanamaları mənim orqanizmim daha sağlam imiş hədəfinə də bəzən bağlayırlar, amma doktorumuz deyir ki, heç bir əlaqəsi yoxdur. Xanımlar ehtiyatlı olmalıdır. Buyurun doktor. Biz fasilədən öncə danışdıq, amma onu da qeyd edim ki, postmenopauzal dönəmdə olan qadınlarda əgər qanama varsa, onun altında 40% hallarda bədxəstəli proses yatır. 25-40% deyə biz yuxarı statistikanı deyirik. Hətta bir atipik giperplaziya diaqnozu, yəni endometriumun atipik qalınlaşması diaqnozu histoloji olaraq qoyulmuş pasientlərimizdə də cərrahi əməliyyatı alaraqsa 40% hallarda o xərçənglə təsdiqlənir. Yəni patoloji uşaqlıq qanaxmaları dediyimiz, mən bunların formalarında indi sadalayaram. Qanamalar həqiqətən də patolojida adından görüldüyü kimi anormal uşaqlıq qanaxmaları. Postmenopauzal dönəmdə çəhrayı rəngli, ət suyuna bənzər qəhvəyi rəngli, yaxud adət kimi qanamaların görməyi, yaxud da ara sıra ləkələnmələrin olması patologiyadır. Bir mənalı həkimə getməyinizə göstərişdir. Xüsusən də ki, onkoginekoloqlara mən ona görə dedim ki, 40% hallarda altında yatan səbəb bədxəstəli proses olur. Diaqnostika onkoloqlar tərəfindən aparılmalıdır. Daha sonra xoş xəstəli bir patologiyadırsa sahə ginekoloqlarına müraciət edə bilərlər. Və biz ümumiyyətlə danışmağa başlayanda qeyd elədik ki, patoloji uşaqlıq qanaxmaları yalnız postmenopauzalda rast gəlinmir. Həmçinin də reproduktiv dönəmdə, yəni adət görən, ana olmaq qabiliyyəti olan insanlarda da rast gəlinir və həmin xanımlarda da əsas klinik əlamətlər qanamalardır. Qanamalar necə ola bilər? Kəskin və xroniki qanamalar. Bir qadın orqanizmasını mükəmməl tanıyırsa, bilməlidir ki, ümumiyyətlə adət siklları normalda neçə gün olur? 7 gün ərzində davam eləməlidir. 7 gündən artıq, 8 gündən artıq davam edən müddət olaraq qanamalar patoloji qanamalar sayılır. Və gündə 1-2 paket dəyişəcək, ped dəyişəcək səviyyədə qanama aldılar. Yəni bir menstruasiya dönəmində belə deyək, 80 millində onlar onu ölçə bilməyəcəklər. Amma mən ped sayından deyim, əgər bundan artıq qanama baş verirsə və qanadıqları zaman laxtalar görürsə, bu patoloji uşaqlıq qanaxması ola bilər. Kəskin qanaxmalar şiddətli şəkildə davam edən, 2-3 gün ərzində pampers taxacaq dərəcədə davam edən və xəstənin ümumi vəziyyətini pisləşdirən qanamalar sayılır. Və birbaşa təcili durum sayılır. Adından görüldüyü kimi kəskin uşaqlıq qanaxması və həkimə müraciət etmələrinə birbaşa göstərişdir. Gözlüyüm necə olar? Kəsilər, qutarar? Bu doğru deyil. Adətən hansı hallarda olur? Xərçəng proseslərində, pozulmuş hamiləliklərdə, bəzən abortdan sonra olan plasentar poliplərdə və yaxud hamiləlik bilib də beçəxor olduğu durumlarda. Bax, bunlarda kəskin uşaqlıq qanaxmaları ola bilər. Digər patologiyalarda da ola bilər, ancaq çox rast gəldiyimiz bunlardadır. Xroniki uşaqlıq qanaxmaları isə 6 ay müddətində bax adətlərin qeyd elədiyim kimi digərlərinə normal bildiyindən daha artıq olmağa müddət və miqdar olaraq başladığı durumlardır. Bu da həkimə getməyə göstərişdir. Ümumiyyətlə qadın normalda adəti necə görür, onu bilməlidir. Ən azından bir kalendar təşkil eləməlidir. Bilməlidir ki, hansı günlər, sikl neçə gündən bir təkrarlanır. Bunları bilməlidir. Yox, qeyd elədiyim kimi, qanamalar baş verirsə, menorragiya, metrorragiya tipli və kontakt qanama, patoloji uşaqlıq qanaxması, cinsi əlaqədən sonra olan qanamalar, 2 adət zamanı arasında olan qanamalar, ləkələnmə tərzi başlayıb adətin ləkələnmə tərzi bitməsi. Bax, bunlar patoloji uşaqlıq qanaxmaları sayılır və bunlar görüldüyü halda həkimə müraciət eləməlidirlər. Reproduktiv dönəmdə olan xanımlarda ən ideal endometriyanın qallığını ölçmə vaxtımız adətin 5-6-cı günüdür. Çünki sikl başlayır adətin
adətin ilk günündən və 5-ci, 6-cı gün biz normal qanunluğu ən dəqiq qiymətləndirəcəyimiz dönəmdir. Adət öncəsi getdiyimiz halda, yəni adətin ikinci fazasında, ovulyasiyadan sonraki getdiyimiz fazada bəzən endometriya özünü giperplaziya kimi və yaxud da polipoz kimi maskalaya bilər. Ona görə orada diaqnostikada bir qədər yanlışlıqlar ola bilər. Reproduktiv dönəmdə olan xanımlarda adətin 5-ci, 6-cı günü endometrial qalınlığı dəqiqləşdirmək üçün ən ideal vaxtımızdır. Amma postmenopazal dönəmdə olan qadınlarda bu, yəni adət görmədikləri üçün əgər belə bir qanama gördülərsə, mütləq ultrason müayinəsinə və ginekoloq müayinəsinə getməlidirlər. Bəzən pasiyentlər bir ay ərzində qanayır, gözləyir ki, qutarım. Bir ay ərzində qanamaq normal qanamaq deyil. Siz qutarım, sonra UZİ-yə gedim, yəni qanama kəsilsin, sonra UZİ-yə gedim, ultrasona gedim, həkimə gedim düşüncəsi yanlışdır. Bu qanaxmadır. Yəni qanaxmada artıq günün fərqi olmadan baxmaq lazımdır ki, qanaxma nə ilə əlaqəlidir. Ümumiyyətlə qanaması olan xanımların ilk gedəcəyi ginekoloqlar olmalıdır. Mütləq ginekoloji kresloda birinci baxış aparılmalıdır. Niyə? Ümumiyyətlə qanamalardan biz patoloji uşaqlıq qanaxmalarının bir klassifikasiyası var. Palm-Cohen dediyimiz bir klassifikasiya var. Hansı ki, poliplər, adenomyoz, miomalar, endometrial giperplaziyalar, xərçənglər, bunlar orqana bağlı olan patologiyalardan olan qanamalardır. Bir də var ki, hansı ki, orqana aid olmayan, dərman qəbulundan, koagulopatiya olan durumlardan, hormonal fondan və hələ də təyin olunmamış durumlardan qanamalar ola bilər. Ona görə birinci gedəcəkləri ünvan ginekoloq olacaq. Kresloda baxılacaq. Bəzən uşaqlıq boynu xərçəngindən qanayırlar pasiyentlər. Erkən mərhələ olur. Ultrason, hər bir ultrason bəzən regionlarımızda keçirlər. Hər bir ultrason müayinəsi yəni uşaqlıq boynunu görəcək və uşaqlıq boyunda xərçəng var diaqnozu qoyacaq deyə bir anlayış yoxdur. Ümumiyyətlə, qayda qanuna müayinə başlamalıdır ginekoloji kresloda. Uşaqlıq boyunda şiş yoxdursa, uşaqlıq boyunda doğulmuş bir düyün yoxdursa, uşaqlıq boynunun mioması yoxdursa, uşaqlıq boynunun polipi yoxdursa, qanayan eroziyası yoxdursa, yəni bunlar dəqiqləşdirilməlidir. Əgər uşaqlıq boyunda bir xərçəng prosesi aydınlaşır, görürüksə, orada ultrason müayinəsi aparmağın bir mənası yoxdur. Aynen. Birbaşa MRT müayinəsi, MR müayinəsi dediyimiz müayinə aparırıq və ultrason müayinəsi aparılır. Qaraciyər, böyrək, süd vəzləri, ağciyərin müayinəsi. Əgər yox, uşaqlıq boynunda xərçəng prosesi yoxdursa, bəli, ultrason qızıl standartdır. Endometriyanı dəyərləndirmək üçün, uşaqlıq cismini dəyərləndirmək üçün və yumurtalıqları dəyərləndirmək üçün. Doktor, bəzən görürsünüz ki, xanımlar deyir ki, məsələn, mən davamlı gedirdim müayinələrə, özümə baxırdım, yəni müayinədən keçirdim, amma xərçəngin olması aşkarlanmayıb. Bu nə dərəcədə müayinənin yanılma payıdır? Yoxsa xanımlar burada özünə bir bəraət mi qazandırır? Yəni həqiqət payı yoxdur. Biz o sözləri çox eşidirik. Həqiqətən çox eşidirik. Mənə görə həqiqət payı olmayan bir sözdür. Yəni necə görülməzdir, eləmi? Gedən, baxın, biz bayaqdan postmenopauzalı yenə də ora gələrik. Deyirik, postmenopauzada qanama oldusa birbaşa həkimə getməlisiniz. Qanama olmayanda rutin müayinələrə gedilirmi? Gedilmir. O gün olsun ki, getsinlər hamısı. Qaldı ki, sizin dediyiniz fikrə, əgər bir müayinə düzgün aparılırsa, əgər bir qadına kresloda düzgün müayinə aparılırsa, xarici cinsiyyət orqanları baxılır, uşaqlıq yolu baxılır, uşaqlıq boynu baxılır. Dayanmadan uşaqlıq boynu xərçəngindən danışırıq. Yəni, mən danışıram, kollegalarım danışır. Bundan sonra uşaqlıq yolundan və xarici cinsiyyət orqanlarından danışacağım ki, biraz da ona yönələk. Növbəti proqramımızda yumurtalıqdan danışarıq. Belə-belə. Yəni, bir pasiyentə baxırıq, bugün yəni evə yazdım pasiyenti. Postmenopauzal qanama, gedir bir həkimə, küretaj olunur, küretaj materialımız fibrin, qan elementləri normal, qanama davam edədiyi üçün bu dəfə həkimi dəyişir. Gedir başqa bir həkimə, o histoloji nəticəyə əsasən bir müalicə təyin olunur. Qanama davam edir, bu dəfə başqa bir həkimə. Başqa həkim baxanda görür uşaqlıq yolunda törəmə, biopsiya gəlir, seroz karsinoma. Ki, seroz karsinoma nə uşaqlıq boynu xərçəngin histoloji tipidir, nadir endometriya ki, çox nadir, yəni mümkündür, yumurtalıq xərçənginin
belə deyək, histoloji tipidir. Deməli, yumurtalıq xərçəngidə uşaqlıq yoluna metastaz. Aynen. Ümumiyyətlə onkologiyada yox deyilən bir şey yoxdur. Bəli, müəyyən xərçəng növləri müəyyən orqanlara metastaz verməyə biz onkoloqlar deyirik, bəlkə nə dərəcədə düzgündür, sevir. Amma ki, əsas onun reseptorları orada deyənə verir. Yəni amma belə bir sözü var da. Məsələn, süd vəzi xərçəngi sümüyə, qaraciyərə, ağciyərə metastaz verməyi sevir deyirlər. Amma halbuki orada reseptorlar var deyənə ora. Yəni hər bir xərçəngin bir yerə daha çox metastaz verdiyi durum olur. Amma yumurtalıq xərçəngi uşaqlıq yoluna nadir verir. Mənim praktikamda olubmu? Olub. 2-3 pasiyentdə olubdu. Yəni biz pasiyentə əməliyyat elədik, radikal cərrahi əməliyyat elədik, uşaqlıq yolunun yuxarı üç dəbri ilə tam ekstirpasiya böyük iliyin götürülməsi cərrahi əməliyyat elədik. 117 kiloluq bir pasiyent, risk qrupasına daxil olan pasiyent, vaxtımız olsa risk qrupalarını mütləq deyək ki, hansı qadınlar bilsin ki, risk daşıyır. Mütləq toxunmalıyıq. Mütləq toxunaq. Yəni bax sizin sözünüzə gəlib deyirəm. Doktor, rutin müayinələrə gedirdim, aşkar olunmadı. Ümumiyyətlə kolposkopiya danışırıq, uşaqlıq boynundan mütləq onkotestləri götürün danışırıq, uşaqlıq boynu xərçəngi çox yayılıb və uşaqlıq boynu o qədər deyirik ki, amma uşaqlıq yolunu kolposkopiyada müayinə eləmək lazımdır. Ümumiyyətlə bir güzgü salındısa, elə uşaqlıq boyuna baxdım, çıxdım deyil. Bu axıntı silinməlidir. Uşaqlıq yolu güzgü çıxardıla, baxılmalıdır. Bu bir situasiya deyil. En qədər bizim elə situasiyamız olub. Mənim pasiyentim olub. İndi də qızları da yanıma gəlir, gedir. Adi süd vəzi xərçəngindən şöbəyə yatış verdiyimiz halda, kimyoterapiya almağa getdiyi halda mən kresloda baxıram. Xəstənin heç bir şikayəti yoxdur. Və ümumiyyətlə 19 ildə artıq onkologiyada fəaliyyət göstərirəm. Özümün bir baxmaq taktikam var. Güzgü çıxardıla mütləq uşaqlıq yoluna baxılacaq. Yəni mən özümə o qədər güvənim deyə bir durum yoxdur. Və kiçik bir sahədə metastatik bir sahə gördüm. Ümumiyyətlə uşaqlıq boynu xərçəngi ilə metastaz olan durumlarda görüntü fərqlidir. Və pasiyentə ultrason müayinəsi edim. Endometrial hiperplaziya uşaqlıq yolunda belə bir sahə. Doktor, hər ikisinin biopsiyası adenokarsinoma. Doktor, ilişib qaldığım bilirsinizmi nədir? O qadının öncəki 2 müraciət elədiyi mütəxəssis, onlar necə görməyib onu? Baxın, mən onu demək Bu təcrübədirmi? Mən sizə bir söz deyim. Mən ona görə bunları danışıram ki, sizin verdiyiniz sualı bir mənalı cavablamaq doğru deyil. Yəni pasiyentin də düşüncəsində mən gedirdim, sən gedirdin doğrumu yoxlanırdın? Bəlkə ultrason müayinəsinə gedirsən, amma uşaqlıq yolundakı törəməni ultrason müayinəsi görməyəcək axı. Doktor, onu həkim yönlətməli deyilmi? Xanım, mən sizə bir söz deyim. Pasiyent bəzən yalnız ultrason mütəxəssisi olan yerlərə gedir, ultrasondan keçir gedir. Ginekoloqa getmir. Alır ultrason nəticəsini, əlinə gedir. Pasiyent gəlir. Ginekoloq baxmadan orada nə axtarırıq? Getmir, çünki pasiyent getmir. Yəni başa düşürsünüz, bu çox elə yanlışdır. durumlar var, yanlışdır. Yəni sizin dediyiniz bir şeyə də nəzarət, ona da bildim. Bəli, çox təəssüf olsun ki, biz regionlara gedirik. Yəni həqiqətən mən sizə bir daha təşəkkür edirəm. Siz vurğuladınız ki, Konxanı bura gətirmək çətindir. Yəni estağfurullah, o mənada deyil. Həqiqətən 5 gün ərzində zaten yetərincə pasiyent, yetərincə əməliyyat edirik. Bəli. Amma mən 6 bazarları da öz istəyimlə deyil. Onlara da bir daha təşəkkürümü bildirirəm. Regionlarda klinikalara gedirəm. Doktor, zəhmət olmasa növbəti səfərinizi deyək. Bildiyim qədərilə 14 mart tarixində olacaq. Səlyana gedəcəm. Səlyana gedəcəksiniz. Səlyana əvvəlcədən də gedirdim, amma Lənkəran Gəncə hər zaman dediyim kimi, yenə dedim, illərlə getdim. Artıq onların da mənə öyrəşdiyim, mən də onlara öyrəşdiyim, bir-birimizə hörmət, sayğı, güvən qazandığımız bir regionlardır. Amma Səlyan artıq, yəni doktor, bura həqiqətən gəlməlisiniz. Yəni doğrudan getdikcə regionlarımızda insanların bizə ehtiyac olduğunu görürük. Bəli. Baxın, müayinələrdə onkoloqların, mən çox efirlərdə olmuşam da, sizlərə təşəkkürümü bildirirəm. Çünki siz önəmli bir insanlarsınız. İnsanlara sözünüzü çatdıracaq simalarsınız, səslərsiniz. Təşəkkür. Və hər dəfə də mən deyirəm ki, onkoginekoloqların efirlərdə həmişə deyirəm, baxışı tamam başqadır. Bəli. Bizim pasiyentə yanaşmağımız tamam başqadır. Bizə görə bir pasiyentdə onkoloji proses yoxdursa, sağlamdır, digərləri həll olunacaq. Yəni bizim düşüncəmiz belədir. Doktor, məndən inanırsınız? hamiləlik soruşurlar. Bilirəmmi? Bilirəm.
Amma bir kəlmə mənim kommentlərimə də baxsa sosial şəbəkələrdə, gündəlik həyatımda Hamiləkdən nədirsə danışmırsınız. bir sual verərlər, bir dənə cavab verəcəm ki, mən bu işi bilmirəm. Yəni bu mənim üçün ayıb deyil. İnsanı yanlış yönləndirməkdənsə, bilmirəm sözü mənə elə gəlir ki, o pasiyentə olan ən böyük hörmətdir. Yəni mən hamiləliyin nə dərəcədə incəliklərini bilim, mən nə qədər hamilə aparıram ki, mən onlar 1-ci, 2-ci, 3-cü trimestrində necə olmalıdır bilim. Ona görə doğru yönləndirmə, bax o biraz yönləndirmə məsələsi çox təəssüf olsun ki, regionlarda da elə mərkəzin özündə də pozulubdur. Postmenopazal niyə altını çizərək bayaqdan deyirik? Niyə deyirik ki, xərçəng olma riski yüksək bir dönəmdir? Niyə deyirik ki, onkoloqlar baxsın? Yenə də insanlarımıza səsimizi çatdırırıq. Doktor, illər öncə özüm yaşadığım bir hadisəni belə qısaca bir hadisə olaraq həm sizinlə həm də dinləyicilərimizlə paylaşmaq istəyirəm. Problemlərimdən biri ilə bağlı ginekoloqlarımızdan birinə müraciət elədim və müalicə almağa başladım. Müalicənin ortasında vəziyyətim biraz da pisləşdi. Hətta müalicə etdiyim sahədə artım müşahidə olundu və doktora deyəndə ki, doktor, vəziyyətim yaxşı deyil, hətta böyrəklər sıradan çıxmağa başlayıb, sizin yazdığınız dərmanlarla qayıdır mənə cavabı olur ki, gəl bir sınayaq dərmanları. İndi o dünyasında dəyişib, haqq dünyasında da Allah ona rəhmət eləsin. Gəl bir sınayaq bu dərmanları, görək hansı bədəninə düşmür. Dedim, başa düşmürəm, üzərimdə təcrübəmi keçirsiniz. Yəni o qədər qəribə hadisələrlə insanlar qarşılaşır ki, siz bayaq regiondaydınız. Mən regiona ona görə toxunmaq istəyirəm. Bu hadisənin regionların birində yaşamışam. Həqiqətən bugün regionlarda insanların onkoloji sahədə biliyi olan insanlara çox ciddi şəkildə ehtiyacı var. Hətta təsəvvürləyin, mən ona deyirəm ki, doktor, qarın boşluğunda və Douglas'da maye var və insanlar yenə məni ciddiyə almırlar. Mən artıq Bakıya zəng vurub, burada onkoloji həkimlərimizlə danışandan sonra ki, doktor, vəziyyət belədir və onları mən təcili Bakıya çağırmasaydı, mən bugün həyatda deyildim. Bəli. Yəni niyə bu sahədə belə boşluqlar var? Həqiqətən sizin bölgələrdə insanlarla görüşməyinizə çox ehtiyac var. Hətta deyərdim ki, nəinki pasientlərlə görüşməyə ehtiyacınız var, həkimləri maarifləndirməyə ehtiyacınız var. Mən sizin sözünüzə qüvvət deyəcəm. Biz bunu da başlamışıq. 21-i mən Lənkəranda olanda keçən ay həqiqətən 20-si gecə səhərəcən yatmadım. Çünki 2 dənə çıxışım var idi. Patoloji uşaqlıq qanaxmaları, gisteroskopiya və uşaqlıq boynu patologiyalarına müasir yanaşma. 2 böyük bir mövzu. Hansı ki saatlarla danışarsan, hansı ki mən hər zaman tipdən bir şey danışanda deyirəm o mövzu dəryadır. Yəni ora girdən çıxmırsan da. Yəni 2 böyük mövzu və 24-25 üzərində pasiyent qəbul eləməlisən. Yəni bir gündə sən onlara da çatmalısan, burada çatmalısan. Sabahsı gündə Səlyana çatmalısan. Yəni istərsəniz o bizdən bəzən onu tələb eləyirlər. Yəni biz yəni başa düşürəm. İllərlə belə bir düşüncə olub ki, həkim xalqın həkimidir də. Biz onlara məxsusuq. Amma bizim də canımız bəzən dözmür. Yəni biz onu başlamışıq, onu demək istəyirəm sözünüzə qüvvət. Lənkəranda oldu, növbəti Allah qoysa Gəncə, Bərdədə mən getmədim, çatdırmadım, Gəncə, daha sonra Şəki, belə gedirik. Və Lənkəranda olan çıxışımızda onlarda məsələn gisteroskopiya yoxdur. Regionlarımızın çoxunda yoxdur və endometrial qanamalara belə baxış da fərqlidir. Dərhal oldusa uşaqlığı çıxardaq ataq. Baxın bir də burada uşaqlıq çıxartmaq okey, tamam edin, amma bunu da doğru edin. Uşaqlıq boynu müayinə olunsun, onkotestlər götürülsün, endometrial biopsiyalar götürülsün, pasiyentdən yumurtalığı götürülüb, orta diferensiasiyalar adına karsinoma gəlir, xəstə gəlir 15-20 gün sonra təkrar eşidir ki, ikinci əməliyyata girməlidir. Bu dəfə uşaqlıq, yumurtalıq və piyliyə çıxmalıdır. Yəni psixologiyanı düşünün, bir xərçəngin psixologiyası bir ikinci dəfə əməliyyata girməlidir, psixologiyası bir də ondan sonra bir kimyoterapiya almalıdır psixologiyası. Və mən orada çıxış elədikcə uşaqlıq boyunca birinci həqiqətən sevindirici haldır. Mən sizə təsəvvür eləyə bilmirəm ki, zalda necə səssizlik idi və necə diqqətlə hər bir sözümüzü dinlədilər. Mən onlara da təşəkkür edirəm və suallarını da verdilər. Hər bir suallarına cavab verdi. Çünki uşaqlıq boynu çox maraqlı bir mövzudur. Ginekoloqların həqiqətən çaşqınlıqda qaldıqları, xüsusən də regionlarda. Bilirsiniz necə? Biz məsələn hər ildə neçə dəfə onkoloqların konfranslarına, yəni Avropa olsun, digər ölkələrə gedirik və bunlardan materialları, yeni çıxan nələr var
varsa öyrənə bilərik. Doktor, bölgələrdə olan həkimlərimiz bunu etmirmi? Öyrənmirmi onlar bunları? Onlar da daha çox Bakıya gəlirlər təkmilləşdirmək üçün, amma xaricə çox az gedirlər. Yəni çox az gedirlər. Yəni doktor, ən azından siz bilikləriniz onlarla daha sıx-sıx paylaşın. Ora getmək maliyyə önəmlidir. Onlar bura gəlsin. Burada da eləyəndə bəli, gəlirlər, qatılırlar. Biz də indi maksimum dərəcədə məsələn yanvarda elədiyimiz konfrans, mən deyirəm ki, Milli Onkologiya Mərkəzinin elədiyi Zoom üzərindən seminar 500 həkim qatıldı. Amma mən istəyərdim ki, 500 deyil də bu 1500 olardı. Bəli. Çünki biz o insanların orada çıxış eləməsi üçün çox böyük əziyyət çəkdik. Valla o konfrans ərsəyə gəlib, o çıxışı bitirənəcən bizim elə özümüzün o həyəcanı, o necə qonaq evə gələr deyərsən heç bir. Yəni Murad Gültəkin çıxış elədi, Murad Dədə çıxış elədi, Mətə. Yəni bu Türkiyə topudur. Və Avropada Türkiyənin belə deyə HPV uzmanlarıdır. Və bunları dinləmək lazım. Nəyi necə eləmək lazımdır? Mən bunu istəyirəm eləməklə deyil. Fərdiləşdirilmiş xəstəyə yanaşa bilərik. Yanaşmalıyıq da. Genetikasını, hormonal statusunu, cinsi həyatın statusunu, vitamin D səviyyəsini, sinir sisteminin vəziyyətini, hamısını hər bir xəstədə eyni olmur ki. Bununla bağlı çıxışınızı səhifənizdə də gördüm. Bəli, eləməliyik. Yəni amma protokoldan kənara çıxmaq olmaz. Mən bugün sizdə HPV-yə bunu belə eləyəcəm. Bunu belə eləmək lazımdır. Öz yanaşmalar lazımdır. Hər bir xərçəngdə də elədir. Mərhələlər üzrə mütləq hansı mərhələdə nə olur, necə olur? Məsələn, bizim hər həftənin 4-cü günü şöbəmizdə şişə xəstələrinin diaqnostikası və müalicəsi şöbəsində kiçik bir seminarımız olur. Məsələn, keçən dəfə MRT üzərindən danışdıq, süd vəzi institutu xərçənglərdə MRT-nin diaqnostikada rolu, ultrasonla müqayisəsini. Ondan qabaqki dəfə mən danışdım süd vəzi xərçənglərində tamoksiferin rolu. Çünki süd vəzi xərçənglərinin bilirik ki, 75% hormon pozitivdir. Buna vaxtımız varsa, reklama girmiriksə, reklamdan sonra bunu danışaq, doktor, çox önəmlidir. Bugün isə süd vəzi xərçənglər mərhələlər üzrə hansı xərçəng növlərində kimyəyə getməliyik, hansı xərçəng növlərində əməliyyat eləməli, əməliyyatdan sonra radioterapiya, müşahidə, müzakirə ilə biz öz üzərimizdə işləyirik. Mən istəyirəm ki, bütün kolleqalarımız işləsin, o əlaqə bir-birimizlə pozulmasın. Yəni biz onsuz da bütün respublikanı idarə eləyə biləcək gücdə deyilik. Gəldi, onkologiya yoxsa qayıtsın öz həkiminə getsin. Amma ən azından onkologiyanı inkar edək. Bəli. Media doktora dinləyirsiniz. Biz davam edirik. Bugün mənim həmsöhbətim Milli Onkologiya Mərkəzinin dəyərli mütəxəssisi onkoginekoloq Könül Mərdanovadır. Doktorla əlaqə saxlamaq üçün 050 563 0189 nömrəsini yığa bilərsiniz. Bir daha bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Sabah Media FM-in bütün xanım belə deyək aparıcıları olaraq bir dəyərli tədbirə qoşulacağıq, qatılacağıq hər birimiz. Bu 8 mart gününə özəl olaraq təsis olunur. Təsis olmuş bir mükafatlandırma mərasimidir. Söhbət martın 6-sında Yeni Sabah baş tutacaq mətbuat firmasının təsis etdiyi ilin işgüzar xanımı müstəqil milli mükafatından gedir. Mükafatlandırma tədbirində öz sahəsində uğur qazanan iş xanımları xüsusi mükafat və hədiyyələrlə təltif olunacaqlar. Media dəstəyi isə Media FM-dir. Mükafatlandırma tədbiri 19 ildir ki, artıq təsis olunur. Mükafat alan hər bir xanımı da indidən təbrik eləyirik. O səhnədə işıldayacaqlar 8 mart günündə. Doktor, siz də bayaq təbrik eləmişdiniz bizim xanımlarımıza. Sizin o təbriklərinizə mən də qoşulam. Mən də sizi təbrik edirəm. Çox az qalıb. Bir neçə gündən sonra Dünya Beynəlxalq Qadınlar Günü qeyd olunacaq. Bəli. Hər gün olsun bizim xanımlarımız üçün elə gözəl günlər. Bir gün seçilməsin xanımlar üçün və ən əsası can sağlığı olsun. Çünki can sağlığı olmadan həyatda insan heç nəyi xatırlaya bilmir. Ən böyük mükafatımız elə can sağlığımızdır. İnsan barmağına daş dəyəndə belə can sağlığının nə qədər önəmli olduğunu yaxşı anlayır. O ki qala hələ bir də insan xərçəng diaqnozunu eşidə. O ki qala qadın ola ki o özü üçün, onun üçün dəyərli olan orqanlarını itirəcək. Allah bunu heç bir xanıma qismət eləməsin. Tək ki xanımlar sizin yanınıza ancaq onkoloji xəstəliklərin profilaktikası üçün gəlsinlər və siz öz dəyərli məsləhətlərinizi və müalicələrinizi, yanaşmalarınızı onlara edəsiniz. Doktor, fasilədən öncə fikrimiz yarımçıq qaldı ilə o hormon məsələsindən davam edir. Çünki mövzumuza girsək yarımçıq qalacaqdıq. Hormonların orada önəmli olması.
Hormonlar süd vəzi xərçənginə Bəli, süd toxunduq. Mən qeyd elədim ki, 75% hallarda süd vəzi xərçəngi hormon pozitiv formadır. Nə deməkdir? Ümumiyyətlə biz bilirik ki, qadın cinsiyyət hormonlarının əsas ifraz olunan orqan yumurtalıqlardır. Və onun reseptorları da o hormonların estrogen və progesteron ən çox yerləşir endometriumda və ən çox yerləşir süd vəzlərində. Amma bütün orqanizmdə varmı? Var. Dəridə, sümük toxumasında, qaraciyər, bütün toxumalarımızda var. Və az vəziyyətdə ifraz olunur böyrək üstü vəzlərdən, piy toxumasından. Amma o bizə lazım olmayan, belə deyək, estrogenlər də az miqdarda ifraz olunur. Bax, hansı hallarda ki, çox miqdarda sadaladığım orqanlardan ifraz olunur, onlarda da xəstəlik yaranma riski yüksək olur. Hansı hallarda? Piylənmə, şəkərli diabetdən əziyyət çəkən xanımlarımız, insulin dirəncliyi olan xanımlarımız, bax bu xanımlarda piy toxuması çox olduğu üçün, xüsusən də ki, qarın bölgəsində olan piylənmə çox olduğu üçün bu böyrək üstü vəzidə belə deyə aktivləşmə verir fəaliyyətində və orada belə deyək də testosteronun, kişi cinsiyyət hormonları az miqdarda da olsa bədəndə var, başlayır onları keçirtməyə qadın cinsiyyət hormonlarına və ona görə bizə lazım olmayan estradiol bizim reproduktiv dönəmin estrogenidir. Amma estron o deyil. Yəni piy toxumasından ifraz olunanda ən çox postmenopauzal dövrdə bax estronlar olur və ona görə də həmin dövrdə xərçəngin yaranma riski yüksəlir. Süd vəzi xərçənginin, endometrium xərçənginin yaranma riski yüksəlir. Çünki reseptorlar da orada daha çoxdur. Süd vəzlərində 75% bax bu hormonlara həssas formadır. Və süd vəzi xərçəngin yaş aralığına baxsaq, yenə də reproduktiv dövrdə olan xanımlarımız daha çoxdur. Yəni bu dövrdə olan xanımlarda biz adətləri kəsməliyik, yəni yumurtalıq fəaliyyətini dayandırmalıyıq. Bir də periferik qanda olan estrogenlərin bayaq saydığım formalarının qarşısına almaq üçün biz belə deyək də o reseptorlara, süd vəzlərinə, qaraciyər sümüklərə bir belə qapaq kimi reseptorları bağlamağa ilaç verməliyik. Hansı ki dediyimiz tamoksifen. Ən populyarı tamoksifindir. Və tamoksifen fonunda baxmayaraq ki, tamoksifen süd vəzi xərçəngində sağ qalma artırır. Baxmayaraq ki, tamoksifen residiv vermənin qarşısına alır, amma endometriuma elə zəif estrogen təsiri var. Yəni endometriyanın qalınlaşmasını verir. Və tamoksifen içən xanımlarımız yaş aralıqlarına baxsaq, yəni baxmayaraq ki, biz onların adətini kəsmişik, amma yaş aralıqlarına reproduktiv dönəm, premenopauzal dönəm və postmenopauzal dönəm kimi bölsək, premenopauzal və postmenopauzal dönəmdə xərçəng yaratma riski bayaq qeyd elədiyim kimi 40-50%-ə qədər qalxır. Xüsusən də ki, uzun müddət qəbul elədikləri dönəmdə 10 ilə 8 ilə baxdığımız dönəmdə qəbul edirsə, xərçəng yaranma ehtimalı artır. Buradan onlara da səslənmiş olum ki, əgər süd vəzi xərçəngisinlərsə, əgər hormon pozitiv forması, əgər tamoksifen adında, yəni antiestrogen bir preparat qəbul edirlərsə, onlar süd vəzi xəstəliyi üçün yaxşı dərmanlardır, amma endometriyan qalınlaşmasını, endometrial poliplərin yaranmasını verə biləcəyi preparatlardır. Ona görə rutin olaraq yaxşı olar ki, buradan səslənim, bax bunu da deyim. Bu diaqnoz qoyuldusa, mütləq eyni anda müalicələriniz bilirəm ki, ilk dönəmdə xərçəng xəstəliyi diaqnozu fərq etmədən hansı orqanda qoyulub, ilk dönəmdə müayinələr sonuxum çox olur. Yəni bütün müayinələri yoxlatdırırıq, qan analizi, ağciyər, KT, nə bilim, bütün müayinələri yoxlanılır. Bir ginekoloji müayinəni belə deyim, əsirgəməyin. Ondan da keçin, ultrason müayinəsində keçin. Həmin müalicələrə başlamamışdan öncə yumurtalıqların və endometriyanın vəziyyətini bir dəyərləndirin. Baxın, süd vəzi xərçənginin yumurtalıqlara metastaz vermək qabiliyyəti var. Siz ümumiyyətlə ilk olaraq ultrasondan keçəndə ginekologiyanın da reproduktiv orqanlarda keçməlisiniz ki, görəsiniz ki, bugün orada bir metastaz varmı, yoxmu? Endometriumun qalınlığını bir ölçəsiniz. Simir testləri mütləq olunmalıdır. Baxın, pap test, HPV testləri mütləq olunmalıdır. Yəni ginekoloji konsultasiya gedilsin. Adət kəsiləndən sonra isə 6 aydan bir ultrason müayinəsi, əgər uşaqlıq boynunda simir testinizi elətdirmisinizsə, ginekoloq baxıb ciddi bir probleminiz yoxdursa da, ildə bir dəfə ginekoloji müayinə, yəni xanımlarımızdan tələb olunan bir şey. Doktor, əslində çox yaxşı olardı ki, bu bir tendensiya halına düşərdi, bir adət halına düşərdi deyim. Nəyi deyirəm? Məsələn, 8 mart gəlir, xanımların ad günləri olur, bayram ərəfəsi olur. İnsanlar bir-birinə vallahi billahi check-up müayinələrini hədiyyə eləyə bilərlər. Ən
gözəl hədiyyədir, can sağlığı ilə bağlı. Get özündən bir əmin ol. Gör hər şey qaydasındadırmı? Bunu çox yaxşı olar ki, bəylərimiz bir adət halına salsınlar, öz xanımlarını, analarını ya da ki bacılarını vallahi billahi yoxlatdırsınlar. Çünki bəzən xanımlarımız bu məsələləri, xüsusən də yaşlı xanımlar oğluna deməyə utanır. Həyat yoldaşına deməyə utanır. Hətta qızına deməyə utanan analar tanıyıram. Biraz bizim qadınlarımızda niyəsə bu sahədə arzu olunmayan bir utancaqlıq var. Halbuki bu sabah sənin hansı övladına xoş olacaq ki, onkoloq həkim deyəcək ki, ananız xərçəngdir. Olmazmı onu vaxtında siz övladınıza deyəsiz ki, bala mənim belə bir narahatlığım var, bəlkə məni bir həkimə aparasınız. Amma sənin övladların onsuz da əvvəl-axır sənin problemini biləcəklər. Onsuz da əvvəl-axır səni həkimə aparacaqlar. Olmazmı bunu vaxtında paylaşasan onlarla? Siz belə bizim hər günkü praktikamızdan sözlər deyirsiniz. Ümumiyyətlə utancaqlığımız öz yerində. Mən deyərdim ki, bir qədər öz səhhətimizi arxa plana atmağımız. Bəli. Mən gözləyirdim ki, siz cümlənizi qutarasınız. Bayaq çox gözəl söz dediniz ki, can sağlığı. Bəli. Mən həmişə deyirəm ki, zamanla bəlkə də mən bu sözü daha dolğun başa düşdüm. Əvvəl elə təbrik eləyəndə bir-birimizi söz olsun deyənə deyirdik. Şablon olmasa. Şablon kimi deyirdik. Amma həqiqətən zamanla və mən düşünürəm ki, işlədiyim bir klinikanın verdiyi bir şey, ab-havaya görə həqiqətən can sağlığı çox önəmlidir. Baxın, xarici cinsiyyət orqanlarında olan törəmələr, yəni utanırlar onu deməyə. Görürlər də, utanırlar da. Yəni bu xarici cinsiyyət orqanlarında siz yaranın vəziyyətini görsəz, açılmış, irinləmiş, qanayan, bu necə dözmək olar buna? Yəni dözmək olmaz. Yaşlı xanımlarımız utanır bunu evdə deməyə. Yəni cavan qızlarımız, cavan xanımlarımıza səslənirəm. Baxın, daxili sağlam oldusa, sizin sözünüzə qüvvət deyirəm bunların hamısını. Yəni daxiliniz sağlam oldusa, dəriniz də gözəl olacaq, üzünüz də güləcək, əhval-ruhiyyəniz də yaxşı olacaq. Bəli, bayaq bir pasiyentimiz deyir ki, əvvəl belə deyildimi? İndi çox yoruluram. Deyirəm ki, Allah sizə kömək olsun, elə mən də yoruluram. Deyir ki, doktor, məni yoran psixoloji durumlardır. Beynimi o qədər deyir problemlərlə. Deyirəm ki, bugünkü gündə bəli, sizlə mən razıyam, problem çox var. Niyə xəstəliklər artıb, niyə erkən aşkarlanmalar artıb? Çünki ətraf mühit, qidalanmamız, balanslı qidalanmırıq, hər gün bu qədər trafik, yəni tıxac, bir çox sosial şəbəkələr, radiasiya, telefon, səhər durursan sosial şəbəkələri, özünə söz verirsən ki, bir 3 gün açmayacaqsan, sinir sistemin düzəlsin. O qədər negativ gəlir, mən sizləri anlayıram. Amma bugünkü gündə bir xərçəng xəstəsi 8 idi mənim yanıma gəlirsə, şükür Allah, xəstəliyində bir problem yoxdur, daxili sağlamdırsa, mənə görə sağlam bir insandır. Sizin dediyiniz kimi yaxşı olar ki, baxın, belə günlərdə ən azından o müəyyən mərkəzlərə, gözəllik mərkəzlərinə o voucherlər verilməkdənsə, həmin günlərini öz sağlamlıqlarına sərf eləsələr, çox da gözəl olur. O voucherlər elə tibb sahəsində olsun. Mən buradan çağırış eləyirəm bununla bağlı. Həm xanımlarımıza, vallahi, həm də bəylərimizə. Bu çox gözəl bir şeydir. Məsələn, niyə biz nəysə bir əşyanı almaq üçün əldən ayaqdan gedirik, heç az da məbləğ ödəmirik onun üçün ki, 8 martdır. Bəli, 8 martdır, anamızı sevindirəcəyik, bacımızı sevindirəcəyik, həyat yoldaşımızı, rəfiqəmizi. Elə olmazmı onlara sağlamlığı ilə bağlı? Qolundan tutaq aparaq bir xəstəxanaya, deyək sənə, belə deyək, check-up müayinəni hədiyyə eləyirəm sənə. Keç sağlamlığını bir öyrən gör vəziyyəti necədir. Çox gözəl idi. Bu, çox istəyirəm ki, bu ənənə halına keçsin. Bəlkə bununla biz nələrəsə nail olarıq. Biz elə sonunda bu ənənəni desək, ənənə halına da keçəcək. Bizdən sonra hamı da deməyə başlayacaq. Yəni, qəşəng icradır. Xüsusən də bəylərimiz bax, öz yaşlı analar üçün eləyə bilərlər. Qızlarımız öz anaları üçün eləyə bilərlər. Bu yaşlı xanımları bu məsələdə diqqətdən kənarda qoymasınlar. Həm də buna çağırış eləyir. Çünki onlar xəstələnəcək, sizə deməyəcək. Siz onların qolundan tutub həkimə aparmağın bir yolunu tapmalısınız. Qoy elə 8 mart bir bəhanə olsun səhhətinizlə bağlı. Media Doktor, sağlığın varlığındır.
Doktor, biz elə qanamalarla başladıq bu gün mövzumuza. Həm postmenopauzal dövrdə, həm reproduktiv dövrdə hər birində hər şey məsələ odur ki, normadan kənarda nəsə varsa, bunların hər biri, hər şey artıq onkologiyaya işarət eləyə bilər. Yalnız bunu diqqətimizdə saxlayaraq həkimə vaxtında getməyimiz önəmlidir. Ardından süd vəzində olan problemlərə toxunduq ki, bu belə deyək, hormonlara bağlı daha çox özünü göstərir. Nəinki süd vəzi, elə demək olar ki, dediniz ki, hətta uşaqlıq yolu da gəldi, orada uşaqlıq boyunun da sonradan əməliyyatları, təəssüflər olsun ki, böyükələrimizdə yanaşmalarda həm həkimlərimizin yanaşmalarında problemlər tez-tez görünür, həm pasientlərin öz səhhətinə bağlı problemlərin yanaşmalarda problem var. Məsələ budur ki, qadınlar elə bilirlər ki, o orqanlar tamamilə çıxarılacaqsa, bundan sonra hər şey əla olacaq. Niyə belə düşünürlər bilmirəm. Bu da bir problemimizdir. Yəni birinci necə deyim, sözüm düz çıxsın, lüzumsuz əməliyyatlara getmək doğru deyil. Bəli. Günümüzdə məsələn keçən həftə baxdım, bir pasient human papilloma virusu pozitiv olub, displaziya 2-ci dərəcəyə görə cavan bir xanımdır, uşaqlıq çıxardılıb. Ay. Yəni insanın həqiqətən bugünkü durumu normal deyil. Sümük ağrıları, yuxu pozğunluğu, yəni daha erkən klimaksa salmışıq pasiyenti. Yəni bunlar pasiyentə ümumiyyətlə izah olunmalıdır. Displaziya 2-ci dərəcəyə görə uşaqlıq götürülməz. Həm də bugün onkologiya orqan qoruyucu əməliyyata gedirsə, ona gətirəcəm. Yəni ümumiyyətlə dünya orqan qoruyucu əməliyyatlara gedir, onkologiya sferasında bir. Ümumiyyətlə dünya minimal cərrahiyyəyə gedir, bu iki. Bəli. Yəni bir problemi minimal həll edə biləriksə, niyə görə maştablı bir iş görürük, gedirik, radikallıq qərar veririk. Bilsiz necədir? Mənə görə bir pasiyentlə normal, ona təyin olunan vaxtı pasiyentin düşünmədiyi belə sualları da cavabını siz verməlisiniz, mütəxəssis kimi. Çünki o insan onu o zaman anlamır. Gedir sənin danışdıqlarından anladığı qədərincə evdə danışır. Evdə bilirik ki, məsləhət yerimiz çoxdur, qohum əqrəbə, qonum qonşu. Bizim yerimizdən qərar verir. Və sonra da sabahsı gün deyirlər sualları ilə qayıdırlar ki, axı deyirlər belə. Axı deyirlər, bir də təkrar əmələ gələr polip. Başa sala bilmirsən ki, 71 yaşında bir qadın əgər yalnız gistroskopik olaraq bir 20 dəqiqəlik kiçik invaziv üsulla girib polipi götürürüksə, yəni tək bir polipdirsə, onun rekurrens ehtimalı çox azdır. Amma sənin o piylə, o çəki ilə, bu yaşla, ürək ağciyər problemləri ilə, ayaqdakı damarlarla böyük cərrahi əməliyyata girməyin daha risklidir. Əməliyyat zamanında risklidir, əməliyyatdan sonraki dönəmində risklidir. Yəni o riski gözə almaq doğru deyil. İkinci keçək cavan xanımlarımıza. Displaziya, HPV var, uşaqlığımı çıxardım. Bir onu dərk eləsinlər ki, HPV uşaqlıq boyunda yapışıb qalmır. Yəni bəli, o toxumaya təsir edir, amma bu uşaqlıq yolunda olan bir virusdur. Siz uşaqlığı çıxartsaz, uşaqlıq yolunda xərçəng yarada bilər. Xarici cinsiyyət orqanlarında yarada bilər. Təbii ki, burada tiplərinin və yaratma, xəstəlik, xərçəng yaratma faizi fərqli olmuş olsa da belə, məsələn, bir tipinin o uşaqlıq boyunda yaratma ehtimalı 50%-dirsə, həmin tipinin uşaqlıq yolunda 30%, amma yenə də bu riskimiz var da, siz onu çıxartmaqla özünüzü tam mı qoruyursunuz, qorumursunuz? Mən məsələn, pasiyentim olub, uşaqlıq çıxardılıb başqa bir səbəbdən, xəstə HPV pozitiv bir xəstəsi gəldi ki, doktor, məndə kontak qanama var. Uşaqlıq yolunun təftiş zamanı, diqqətlə kolposkopik müayinə zamanı, uşaqlıq yolunun arxa divarında, orta 3/1 hissəsində istədiyim diametri 1 sm olan sahədə patoloji damarlanma gördüm. Biyopsiya gəldi ki, VIN, uşaqlıq yolunun displaziyası. Və biz həmin sahəni soyduq, götürdük, histoloji müayinəmizi əldə elədik ki, xərçəng gönüdür, xərçəng deyil və pasient normal sağaldı, nəzarətinə gəlir, gedir. Yəni deməyim odur ki, siz uşaqlıq boyunu çıxartmaqla xərçəngdən azad olmaq düşüncəsindəsinizsə, bu doğru deyil. Xüsusən də cavan qızlarımıza deyirəm. Bəli. Polip diaqnozuna görə uşaqlıq götürülməz. Adi kistalara görə uşaqlıq götürülməz. Endometrioz var. Endometrioz cərrahiyyəsi çox çətin bir cərrahiyyədir. Yəni endometriozun xərçəngə xas xüsusiyyətləri var. Residiv vermə xüsusiyyəti var və belə deyək də, o xərçəngdə metastaz vermə deyirik, endometriozda yayılma. Yəni xarici endometrioz olur ki, hansı ki uşaqlıqdan kənar. Bağırsaq divarında, ağciyərdə, piylikdə, xarici cinsiyyət orqanları, uşaqlıq yolunda, uşaqlıq boyunda hamısını kəsib götürəcəyik. Elə bir durum yoxdur. Ona görə cərrahi əməliyyatlar qərar
qərarı alınanda da bu titizliklə alınmalıdır. Hər bir xəstəliyə cərrahi əməliyyat təklif olunmaz. Hər bir xəstəlikdə sizin dediyiniz kimi böyük cərrahi əməliyyat olunmaz. Yəni bunu həm həkim, həm pasiyent bilməlidir. Qoruyucu, pasientlə bunlar hamısı ətraflı danışılmalıdır. Elə durum var ki, bəli, radikallıq gözlənməlidir. Çox təəssüf olsun ki, hardakı radikallıq gözlənməlidir. Gözlənmir. Yəni uşaqlıq tam çıxardılmalıdır, limfodiseksiya olmalıdır və yaxud böyük pilin rezeksiyası olmaz, periton biopsiyası olmalıdır. Bunlar olunası yerdə olunmur. Amma hansı ki, polipdir, gisteroskopiya ilə bunu asanlıqla çıxardıb və pasientdən əl çəkə bilərsiniz, o da sizdən götürürlər, uşaqlıq çıxardır. Həmin polip dönə-dönə uşaqlıq yolunda əmələ gəlir. Bir cavan qızımızı bu yaxınlarda əməliyyat eləmişəm, uşaqlıq boyunun mioması ilə. Baxın, mioma biz elə bilirik ki, qarnın içində olur da, yəni cismində kiçik çanaqda. Xeyr, uşaqlıq boyunda da mioma olur. İnsana deyiblər, get uşaqlıq boyundan biopsiya elə. Baxırsan ki, damarlanmış bir düyündür. Buradan biopsiya elə, xəstənin cavabı 10 günə gəlinəcək, qanayacaq. İkinci də mioma belə bir düyündür. Uşaqlıq boyunda düşünün və uşaqlıq boyunun alt dodağında bir 3 santimetrlik mioma var. Və biz bunu asanlıqla götürə bilirik. Yəni bu miomanın bir hissəsindən kiçik bir alətlə dişləm alıb histoloji müayinəyə göndərməklə əmin olursunuzmu ki, o miomanın hər yerində xoş xassəlidir? Olmursunuz. Elə düyünlər var ki, tamamilə götürülməlidir. Bu da eyni. Qısa bir fasilə sonrası davam edəcək. Reklamlardan sonra Media Doktoru dinləyəcəksiniz. Media Doktor davam edir. Biz davam edirik və doktorumuzdan xahiş eləyəcəm ki, bu günümüzə özəl olaraq bir fikrimizi və danışdıqlarımızı yekunlaşdıraq və bununla da sağollaşaq dinləyicilərimizlə. Doktor, buyurun, eşidirik sizi. Mən bir daha dəvətinizə görə sizə təşəkkürümü bildirirəm. Biz təşəkkür edirik. Sağollaşanda hər kəsə sağlam can arzu edəcəm. Patoloji qanamalar varsa, normaldan kənara çıxan bir durumlar varsa, həkimlərə müraciət etməklərini xahiş edəcəm və qarşıdan gələn 8 mart Qadınlar Günü münasibətilə hər birini təbrik edəcəm. Məncə bir xanım olmaq, bir qadın olmaq dünyanın ən gözəl bir, necə deyim, nemətidir. Bəli, qadın olmaq öz sağlamlıqlarına həqiqətən çox dəyər versinlər. Vaxtında müayinələrinə ildə bir dəfə getsələr kifayət edir, mən düşünürəm. Hər birinə sağlam olmağı arzu edirəm. Sizə də bir daha təşəkkürümü bildirirəm. Sizi də təbrik edirəm. Çox sağ olun, özümü də doktor. təbrik edirəm. Təşəkkürlər. Belə deyək, təbrikləriniz də qarşılıqlıdır. Sizin simanızda, sizin timsalınızda, kollektivinizdə olan bütün xanımları təbrik eləyirəm. Təşəkkür edirəm. Eyni zamanda elə pasiyentiniz olan xanımları da təbrik eləyirəm. Onlar da tezliklə sizdən şad xəbərlər eşitsinlər və müalicələrinin müsbət, yaxşı bir sonluqla yekunlaşdığını sizdən eşitmək həm sizə, həm onlara qismət olsun. Doktorla əlaqə saxlamaq üçün 055 63 0189 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Onkoginekoloq doktorumuz Milli Onkologiya Mərkəzinin dəyərli mütəxəssisi Könül Mərdanova studiyamızın qonağı idi. Və sonda bir xatırlatmanı da diqqətinizə çatdırım. Sabah, yəni mart ayının 6-sında 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mətbuat firmasının təsis etdiyi ilin işgüzar xanımı milli mükafatının təsis etmə mərasimi keçiriləcək. Öz sahəsində uğur qazanan iş xanımları xüsusi mükafat və hədiyyələrlə təltif olunacaqlar. Media dəstəyi isə Media FM-dir. Mükafatlandırma tədbiri artıq 19 ildir ki, baş tutur və elə biz də Media FM-in xanım kollektivi də sabah hamılıqla həmin tədbirdə iştirak eləyəcəyik. Odur ki, əziz xanımlar, sizin də bayramınızı təbrik eləyirik. Sizə də uğurlar arzuluyuruq və hər hansı səhhətində problem yaşayan xanımlarımız varsa tezliklə şəfa tapmalarını diləyirik. Bizə ayrılan zaman yekunlaşır. Siz isə özünüzə yaxşı baxın, səhhətinizə yaxşı baxın. Can sağlığınız sizin varlığınızdır. Bunu unutmayasınız, əziz dinləyicilərimiz. Media Doktor. Sağlığın, varlığın